Bakıda Biznes Mərkəzi Klubunun təşkilatçılığı ilə ilk beynəlxalq qida və aqrar biznes forum sərgi baş tutub. Tədbirdə 500-dən çox iştirakçı, o cümlədən yerli şirkətlərin rəhbərləri və Türkiyə, Özbəkistan, Tacikistan, İsrail də daxil olmaqla bir sıra ölkələrdən nümayəndələr iştirak ediblər. Forumda klubun sədri Rüfət Nadirli layihənin əhəmiyyətini vurğulayaraq tədbirin gələcək illərdə də davam etdirilməsinin planlaşdırıldığını bildirib. Hədəflərimiz təkcə bunlarla bitməyəcək. Orta Asiya ölkələri, türk dilli ölkələr üzrə biz Özbəkistan, Qazaxıstan və digər ölkələri də unutmayacağıq və həmçinin bugün orta dəhliz mövqeyi baxımından Çin və digər ölkələri də nəzərə almışıq və 2026-cı ildə hədəflərimiz də bunlardan ibarət olacaq. Həm böyük sərgilər, həm də böyük networking layihələrə qoşulmaqdır və bu arada bizi 2026-cı il üzrə ərəb ölkələrində dəvət ediblər. Birləşmiş Ərəb Əmirliklərində bir neçə şirkətlərində əməkdaşlıq müqaviləmiz bağlanacaq. Gələn ildən başlayaraq artıq kənd təsərrüfatı sərgisi Inno Agro Agri Week formatında keçiriləcəkdir. Yəni kənd təsərrüfatı həftəsi və artıq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların, elmi tədqiqat institutları və digər qurumların il ərzində təşkil etdiyi həm yerli, həm beynəlxalq forumlar, tədbirlər də məhz Agri-Week formatında kənd təsərrüfatı sərgisi çərçivəsində keçiriləcəkdir. Mən bu cür forumları uğurlu hesab edirəm, önəmli hesab edirəm. Həm networkun qurulması baxımından, əməkdaşlığın qurulması baxımından, fikir mübadiləsinin aparılması baxımından bu cür tədbirlər çox önəmlidir. Ən çox vacib yaxın 10 il işlərdə şirin su, yəni içməli su və qida məsələləri ilə bağlı problemlər artıq görünməkdədir. Ona görə də hər bir dövlət bu sahələrə strateji məsələ kimi baxır və onun həll olunması üçün yollar axtarır. Bu il dövlət büdcəsindən aqrar sahəyə 1 milyard 200 milyon manat vəsait ayrılıb. Onun da hissələri deyib vaxtınızı almaq istəmirəm. Qarşımızda duran məsələlər aqrar sahəni yeni innovasiyaların gətirilməsidir. Dünyada ümumi kənd təsərrüfatı dövriyyəsi 24 trilyondur. Təxmini 1 milyard insan orada işləyir. Ümumdaxili məhsullarda bəzi ölkələrdə 4%, bəzilərində 11% inkişaf etmiş ölkələrdə, Azərbaycanda az əvvəl sağ olsun kənd təsərrüfatı dəyərli nümayəndələri 5.76% civarındadır. Bu göstəricə çox bir şey ifadə etmədiyini zənn eləsək də, mənim fikrimcə gələcək 3 ildə Azərbaycanda ixracatda ən önəmli addımlardan biri aqrar sahəsi olacaq, kənd təsərrüfatı sahəsi olacaq. Bugün beynəlxalq aqrar qida biznes forumu keçirilir. Bu sərgilər əlbəttə ki, bizim həm sahibkarlarımıza, həm də ki B2B və B2C belə nəzərdə tutanda, belə deyim, bu tədbirdən yararlanmaq istəyən insanlar üçün çox böyük əhəmiyyət kəsb eləyir. İnsanlar gəlib burada iri şirkətlərlə, kiçik və orta sahibkarlarla tanış ola bilir, onların fəaliyyət sahələri ilə tanış ola bilir və onlardan yararlana bilir. Biz də bu sərgidə 3 şirkət olaraq təmsil olunuruq. Tədbir çərçivəsində stendlərə baxış keçirilib. Şirkətlər arasında əməkdaşlıq görüşləri təşkil olunub və panel müzakirələri aparılıb.